Salam xanımlar, yeni bir gündən sizləri salamlayıram. Necəsiz? Həmişə yaxşı olasınız. Bizlər də soruşsanız yaxşıyıq. Mən vəbşi çox yaxşıyam. Dünən sonuncu dəfə mən nə çəkmişdim? Həyəti yudum, ev işləri gördüm. Və sonra heç nə çəkmədim. Raf getmişdi Şuşaya. Və dünənki gündə Şuşadaydı. Dünən axşam saat 7-də qayıtdı, gəldi. Orada oteldə qalıblar. Yəni elə tur kimi, nə bilim, portal açırlar, nəsə bax belə gedibdi. İş yoldaşlarına sədərəkdən. Dünən heç nə çəkmədim. Dünən Gülafət bacım gəldi. Günorta saatları idi. Gəldi, qəşəng axşama qədər bizdə oturdu. Yəni belə çəkmədim. Doğru çəkiliş etmirdim də. Nə çəkim, elə söhbət edirik, durub telefonu üzünə tutum ki, belə alınmır. Darıxmışdım. 2 gün falan idi, görmürdüm. Dünən Gülafət bacım gəldi, o gəldi, ona söhbət etdik. Sonra axşam Raf gəldi, getdi digər kirə evimizdə iş polu vurub bitirməmişdi. Orada işlədi gecəyə qədər. Axşam da Cəsur işdən gəldi. Ən sevindirici modu indi evdədir. Evə gəldi, bugün ev günüdür, istirahət günüdür. Belə dedim, görüm balam nə istəyir, onun üçün bugün hazırlayayım. Elə maşında gəldi. Kartof soğanı var idi, biber var idi, onlar evdə var. Bir də şaftalları vardı, onlar da çox bərk idi. Şaftalı almadım. Sonra gilas var idi. 3.57 idi deyəsən, yoxsa 3 manata, nəsə belə 4 manat 20 qəpilik gəldi, bu çox gəldi. Belə şirinnəndir də, yəni bu. Və qarğı dalısı da baxdım, az idi, 3 dənə qalıb. Dedi ki, 1 manat 50 qəpiyinə vermişəm. Amma dedi, 3-nü 1 manat. Amma bunlar oca yaxşı deyilər. Daha hamı seçib alıb, yaxşı deyilər əslində. Amma daha 3-nü də götürdüm. Bir də həvəsi yoxdur xanımlar. İstidir hava, bura yola çıxıb gedib almağa həvəsi yoxdur. Elə bu 3 dənəni qaynadaram indi. Uşaqlar yeyərlər. Pomidor da 1.50 ilə verdi. 2 kilo da pomidor. Bu üçün bunlar 8 manat elədilər. Belə paltarımı yuyuldu, indi ona aparım sərim, çox sıca sürüm. Paltarlar da özündən paltar götürür, nənəsi gildə qalır. Axşam elə çimdi, tökdü, hamısını yudum. Burada da fileni çıxartmışam, ərisin, kotlet eləyərəm. Sonra yanına da görüm nə istəyər. Evdə badımcan da var, ya badımcan qızardaram, ya kartof qızardaram. Belə, bugün də onu pişirirəm balam üçün. Evdə də bugün çox sevinirəm. Sabah səhər gedəcəkdir. Belə xanımlar. Bunlar dursun, meyvədən yun verim, yesinlər. Səhər yeməyini yemişik. Günorta yeməyinə hazırlıqdır. Orada da paltarlar var. Onları sərim xanımlar. Ondan sonra işlərimi davam eləyərəm. Öncə bunları sərim, qurusunlar. Görüm onun nəyi var, ütülənəsi, yuyum, ütülüyüm hazır. Sabah gedəcəkdir. Astım xanımlar, amma elə balacaq qarğıdallardır belə. Hər nədir daha boydu maşında, dedim boy götürüm. Çox balaca oldular. Uşaqlara gilasda yum, arasına ayrı boş qabda qoyum, yesinlər. Bura rahat sənə Nurkan. Burada da 1 kilogramda filə. Qoy ərisin, kotlet edeyim. Evdə çəkilmiş ətimiz yoxdur, amma bozartmalıq ətdir. Ondakı bizim uşaqlar yemirlər. Ben bunları da yiyeyim. Xanımlar, badımcanım var idi. Belə soydum, doğradım, duzladım. Götürsün, acı sucuksan. Amma qəşəng badımcandır, baxın. Çərtəyi yoxdur. Bu qədər pomidor götürdüm. Pomidorlar çox böyükdür. Bunu da bayaq yarısını yedim. Və burada kişniş yurt var. Biraz salatda istifadə etmişdim bir dəfə. Elə hamısını çıxardım da bunda. Təmizliyim onu da. Biber de çıxardım. Bəsdir, bu qədərdir. Belə, həm badımcan pişirəcəm. Birinci badımcanı asım.
soyuq file əriyənə qədər bunlar tez həyətdən də gedib biraz soğan gətirin, bir dənə də kartoşka gətirin, bəsdir. Çox kartoşka vurmaq istəmirəm belə. Bunu da hazırlayacağım. Xanım, uşaqlarla söhbət edirəm deyə telefon açıb çəkiliş edə bilmirəm. Hazırlayım hamısını, bişirərkən hazır halında çəkərəm. Bu da burada qaynayır. 3 dənə az oldu. Da yeyim olan buydu. Dedim uşaq bugün evdədir, qoy bişirim, yesin. Ha, bu da уже boşalıb. Boşalıb уже. Belə xanımlar. Var kotlet üçün. Keçən də belə soğan aldım. Yenə maşında o soğandan idi, balaca. Balaca kisədir, soğanları da balaca. Belə. Burada soğan doğradım, biber, bir dənə də kartoşka. Yandı mı? Hə. Belə. Belə bunlar qızarsın. Badımcanı da sıxım üçün əlavə edim. Pomidorunu da yum, doğrayım, qabağını soyum. Bu da göyərtini təmizlədim. Cəsur qarı dalısını götürdü, həyətə çıxdı, həyətdə yeyir. Bunları da yuyum, doğrayım xanımlar. Saatları yurdun Cəsur, saata ziyan deyil, qolbaq idi. Saatı yox. Qolbağı? Setmi yurdum. Gecəsiz. Sıpoçkalı oğlan. Pomidoru da hazırladım xanımlar. Belə soydum, qabağını doğradım. Böyle dişe kızarır. Şimdi kız qarğıdalını yemir ki, dişlərimə dolu, hazırlığa gedirimdi. Deyirəm, Aynura, soyudu, heyfdir, yi də qızım. Yoxdur, istəmir. Gör qardaşın yedisə, onun tarılkasını həyətdən gətir, Nuray. Burada 5-10 dəqiqə hazır olacaq. Tez göyərçisində yum, doğrayım. Bunu hazırlayayım, üzərinə göyərçisini əlavə edeyim, kənara qoyum. Və başlayayım bu maşından çəkməyə, ət çəkməyə. Hələ bu il birinci dəfədir bişirirəm. Yəni elə alınır ki, bunu da çoxdan da almışam. Hələ soyanda 3-4 dənəsi yumşalmışdım. 2 gündür bunu almışam, bişirə bilmirəm. Çünki tək özüm deyiləm, axı, yəni hamı üçün pişir, usta falan da işləyir artıq. Kişilərə pişirilə ətli yemək. Da bunu mən nə edirəm, pişirib deyirəm. Pişirəcəm, bir damcı özüm yeyirəm, qalıb köhnə olmasın. Deyirəm, indi belə pişirim. Çoxdan da almışam. Dət çəkəni çıxardım. Birinci bunu doğrayım, kənara qoyum. Yox, yaxşı deyil elə. Aç bıraq, hə. Çünki o eğlence eləmək üçün deyil axı. Yox xanımlar, badımcanımız da hazır. Göyərçisini əlavə etdim. Baxın nə geçin. Bax belə qızarmış kimi xoşlayıram. Bəzən elə bişirirlər xanımlar, yəni sulu kimi görüntüsü olur da, dedim, amma belə sevirim. Qızarmaya düşür. Görürsünüz? Nədir? Bu da yağdır. Prosto mən bu tavam yapışdırandı. Amma ümumiyyətlə, baxın belə. Pişdi.
İndi qoy. Nuray badımcan pişdi, sən də istəyirsən? Niyə yox Nuray? Cəsurum yesin. İşi var çıxasıdır. Ondan sonra rahat-rahat kotleti qızardaram. Yanına da heç nə eləmək istəmirəm. Bilmirəm, yəni eləyirəm qalır, baxaram. Belə, bu hazır. Qəşəng də qızardı, baxın. Cəsurumun payını çəkim mən. Göz hakkınızı hava edin. O kadar güzel ətr var ki, mənə görə ən gözəl yemək badımcan və lobiya. İstənilən növdə bişməyini mən sevirəm. Nə cür bişsə. Ən sevdiyim yemək badımcanla lobiyadır. Cəsur, salat eləyim, pomidor xəyər. Hı? Salat. Pomidor xiyar. Yox. Xanımlar, bu dəfə bunda qızardacağım. Bu qəşəng belə dərindir tava. Həm yapışmır buna, düzdür, amma balacadır. Həmişə onda ya bunun qırmızı rəngində olanını da qızardıram. Amma bu dəfə dedim bunda qızardacağım. Əti də hazırladım. Belə yağı sinsin. İndi kotletlər də qızardım. Yağım xanımlar. Və bu da olsun bugünkü yeməyimiz. Badımcandan var. Cəsurla mən yedik badımcandan. Qız yemədi. Bu qazana yığaram. Belə artıq kotletləri fırınlaşdırım xanımlar, qızardım. Həyətdə də etmirəm, çünki həyətdə edəndə iyi çıxır xanımlar qonşulara. Nə bilim, yaxşı olmur, həm də get, gəl. Həyət deyəndə orada, misal üçün mətbəx kimi elə deyil ki, hər bir qabım, qacağım, duzum, istiotum, hər şeyim orada olsun, oradan istifadə edeyim və hazır qabı, bişmişi götürmə evə gəlim. Elə deyil, buradan gərək ora daşıyım, sonra oradan bura daşıyım, həm ətri qoxusu gedir. Nə bilim, ondan sonra elə evdə mənə daha rahatdır xanımlar. Pəncərə açıq, qapı açıq, elə pişirirəm evdə. Orada yalnız nə bilim, qış hazırlıqları edəndəmi, qışda misal üçün illər öncə toyuq kəsirdik, qazımız olurdu, toyuğumuz olurdu, kəsirdik, orada su qoyur, orada təmizləyirdik. Yəni bəzi şeylərdə qaz yaxşıdır həyatda olmağı, amma yeməyi mən nəsə orada pişirməyə mənə rahat olmur. Evdə daha rahatdır mənə. Yağını da bol etdim ki, qəşəng qızarsın. Belə bu da digər hissəsi, ona görə deyirəm, az-az qızaracaq da buna az yerləşir. Uşaqlar da yoxdur, Nuray getdi kursa, Cəsur da dostunla görüşdü, bugün evdədir deyə. Cəsur yedi, badımcanla yaxşı yedi, getdi. Amma qız yemədi heç nə, ancaq səhər yeməyinin üstündə elə getdi. Belə çayınki də qoydum, sinsin, özünə bir dənə də kofe hazırlayım. Və burada yavaş-yavaş kotletlərimi qızardım. Burada nədir xanımlar? Filedir, 1 kilogram. 5-6 dənə də soğan idi, soğanı az oldu. Sonra 2 dənə də balaca kartuşka idi. Gördüm, badımcana çoxdur, hamısını badımcana vurmadım. Badımcana bir dənəsini əlavə etdim. Elə olar da ət çəkəndən çəkdim 2 dənə kartuşkanı. Belə, duz, istiot, bir də sarımsaq tozu var idi deyə elə onun sarımsağın tozunu əlavə etdim. Və maşınka çəkəndə sonda elə bir dilim çörək də belə çəkirəm həmişə. Elə məndə adətdir ki, içindəki bütün olan əti nəyi var çıxsın. Belə bir dilim. O da çörək hamısı elə içinə belə dolaşır. Amma içində olan ət falan hamısı çıxmış olur. Çörək də elə bir içinə dolaşmış olur da belə. Belə bir hazırladım. Bir ədəd də yumurta əlavə etdim. Çox yox, bir ədəd. Bir dənə baxım elə belə. Hələ yaxşı deyil, o qızarsın. Qazını da çox etmirəm ki, yavaş-yavaş pişsin.
Saat 4'ün yarısıdır. Cəsurum zəng elədi ki, dostundan gəlir. Tez olar üçün pomidor xiyarda doğrayım, salat edeyim xanımlar. Dedim, istəyirsənsə təzə çörək al, özü də sok nə alırsansa belə. Ama deyir, nə lazım deyir, dinə qurban olum. Bu qədər darıxmışdım ki onun için. Burada birinci partiya pişirdi var. Badımcan da var, istəsələr. Yəni Cəsur yedi, bunu da yuyum, doğrayım xanımlar. Salat hazırlayayım uşaqlara. Əsas o yemək var, gəlsinlər, otursunlar, yesinlər. Xanımlar pişirdim. Uşaqlarım da yedilər. Halal xoşları. İndi qabları da yuyum. Cəsur çay içmədi, o çay içən deyil. Belə xanımlar, qablarımı da yuyum. Bu qədər də qaldı. Yəni, çox yemədilər, dönər yiyib gəliblər yenə. Dedim, heç nə çöldə yeməyin, yenə də yiyiblər. Belə göz haqqınızı haval edin, əzizlərim. Allah hər birinizin rozinizi bol etsin. Belə qırqasını da çox örtmürəm. Biraz da belə badımcan da var. Başqa da heç nə pişirmirəm də. Qablarımı da yuyum. Bunları silin buradan götürüm ki, bunları yuyum, oraya yığım. Birini göstəriləcə birini. Hə, buradan. Anargilinkinin bir başqa cürüdür. Belə də. Qəşəng. Bir vurulur da o. Ha, bir də var, iki də, üçdə. İndi o üç ne edirsən ki, onsuz da bir Üç vurulur. yok, özümüzünki üçdür. Ya ben o şey iki. Burada nələrsə vardı. Yok orada yok, o üçdədir. Lampiçkadır bunların hamısı. Hamısından tutdum. Bunları zibil qoymağa Ha, gətirsin. onu bir tane daha getir. Sən bu klokları hardan alırsan? Bunlardan mal gəlir sənə, yoxsa nədir? Yok, bak benim alanda gelmek bari oldu. Deyirəm də mal gələndə. Mən deyirəm, deyir yox, sonra deyir hə. Bu senin dermanın var. Hə, sağ ol, dərmanlarım qurtarmışdı. Bir de şey yukarıdan. Nə? Bu üstünü yerini yukarıdan bak bu iki dənəli oranında. Yoksa yaxşı çıx salıb. Bunu gerek bir tür belə vuram bura. Cəsur getmişdi Məhəmmədlə İndi oraya belə baxmağa. oldu. Oradaydılar. Belə. Hanı mənim dərmanlarım? Bundan bir 5-6'sı qalıb, bu tam qutardı. Bunun iki dənə gidiyor ha. Kofimi de aldı, bir dənə də çörək. Çörəyi qara aldı. Təzə bir dənə o seyir şimdi. Hüseyin sabah gələr mi?
Bilmirəm. Bugün səhər yazmışdım. Gezi dura bilmirəm yerimdən. Ölürüm. Qripdir? Yox deyil. Belimi qaldıra bilmirəm. Ha, belə. Allah kömək olsun da nə deyək. Bir tane bunun üstünü kapağı fərqli oldu deyin. Bu bir seninkini fərqli aldım. Kara dönmüş. Gəl çörəyi sonra açıb tökmə. Bir de bakayım nasıl. Bizden səhv olar. Amma qəşəng maraqlı deyil, bunlar qəşəngdir. Beləsini görməmişdim. Çok güzel. Getdi. Qəşəngdir. Hə, bu onun içində olur ha. Dəmirdir bura, şüşə deyil. Bu hem şişe değil mi? Bu değil. Bəyək qırılmadı yerə düşdü. Niye böyle? Yavaş yavaş. Bak bu iki dənəli bunundur ha. Bunun diye sevinç. Nəyin? Bunun Onun üstü ayağını. içində. Ha. Ha. Bu ikisi. Bu ikisi. Yavaş ol, içindən düşər yenə. Bunun arası bunun bir ayağını. Ha buradadır. Bu ikisi o bir sevindi. Maraqlı. Bak bunun bək dediği Və buydu. işıq hardan düşəcək ayrıq bu? Bax, dəmir. Aa, dəmir deyil bu işıq. Şişe de yok. Şüşədir bu rəngdə. Hə. Bu bundandır da. Prosto qara rəngin iki dənəli olmaz da. Mən də nə görürəm öz evimizə istəyirəm. O evlər mənə maraqlı deyil. Bura səzik də ayrıq. Yıldırım. Bu nədir ayrıq? Təzyiq aparatın budur? Aa, hardan Kitaydan gəlib? Çaydan geçsin. Gəl məni ölçüb Bax, 3 budur, gündür. Bu geçen. Bunu elə vuracağım divara böyle geçen. Ha, başa düşdük. Hamının üstünə sağlıq qızlar 3 gündür başım məni öldürür. Bu nədir bab balacın ayrıq? Güləf rəngi bu nədir ayrıq? Gətir. Oy, neysə üstündə oturdum qırdım. Ayrıq bunun da içində nəsə var. Hə, ver elə tansiyonumu ölçək belə. Aa, bu nə belə şeydir? Ölç görün. Düz oturmaq lazımdır da, ayağımızı falan düz qoyaq da. Telefona bax. Belə? İndi bunun arasında nə var Böyle ayrı? yemek yüzüne gelir ay bacı. Deməli mənim razmerimdir. Attention, please. Please keep silent and relax. Keep the cuff at heart level. Hı? Понятно. Bey. Mənim ürəyim çox idi. Ayrı, bu nədir? R2. Attention, please. Please keep Bəlkə nə silent tərsə düz and oturmuram. relax. Keep the cuff at heart level. Raf, bu qoy əlimi üstünə qoyun belə. Səndə neçə ölçmüşdü? Bu nə qəribədir? Düzdür, danışma. Thank you. Your blood pressure 134'ün is 98, 82. systolic pressure. 88 nədir? Yüreğin döngüsüdür. 98 yürek tezgahı yukarıdır. 134 de Diastolic yukarıdır. pressure. 98 millimeter of mercury pillar. Your pulse is 80. İndi görəm məndə neçədir. 134'ün 98'e 100'e de. Adada kiri de. Your blood pressure is high. Dayan da. İndi görüm məndə neçədir. Bəs mənim güləyim. Məndə dünən 160'ın 120'ye idi səhər. Səhər. İndi yoxlayaraq görək ondan. Bu mənim də deyirlər düzdür. Attention, please. Ay Allah, nə qədər danışır. And relax. Kommunikasyon Cuff at heart level. Kağız vardı o üstündə bir çıxartdım səhərdən. Mən də gözüm görmür, belə möz elənçidir. Mən sən üstüvə ağrığımı salmışam. Nərət. Sən də çox olar, hərəkətdəydin səhərdən. Hı? Açılır səndə.
Muxtar da. Zakazla mı işləyir? Gülmə. Thank you. 162 96 69. Stomach pressure. Həkimə müraciət etməliyik. And 16. Deyirəm biz Allah saxlayır bu təzyiqini. Ne var ki? Ürəyi ziyan da dara. Gitməlik də hərəkət eləmiş yaxı. Həkimə gedək də yenə ki belə. Ola bunlar doktorda Zaryatki ilə də. Zarət fənandı. Kim idi pitaya gedən Rab? Dostum var, qonşu orada. Dedi istedim o birisindən alam. Dedim yox, elə yaxşı ki bundan alırsın. Nurka gəldi. Yo, Nura dedim amma Cəsur geniş idi. verəcəm. Mən gələndə deyil. Buranı yığışdıraq çörək yiyin. Cəsur ac deyil. Cəsur acdı, bizdə çörək yoxdur, gəlsin. Az deyil. Dönər yeyib gəlib, kotlet falan qoydum uşaqlarına. Ha, gedir. Xoşdur. Hə də bu köhnə evimizdəki. Qəşəngdir. Deyirəm axı dedim bəlkə əvvəlcə. Görsən nə tər usta böyütmüşəm mən. Acıqdır. Ay Cəska. İndi bunları o evə, köhnə evə vurursan. Ha. Oraya 2 dənə vuracağım bacı. Bacı. Nerede bu cavabdan güzel maşallah olmalı. Var ya o lüsterdən. Çoxdur, çox almısan. Neçə dənə versin? Sən Allah. Hamısına, hə. Yaxşı eləmisən, Raf. Hə, gör nə qədər olubdur. Bütün hamısını elə olsun da belə. Bizdə qəşəngdir. Baxın hazırı belədir. Hə, şüşədir. Rəngi elədir ki, elə bilirsən işıq buraxmıram. Alümin kimi rəngi var amma yox, şüşədir. Qəşəngdirlər. Hə, hamısını alıb. Mən baxıram biraz gözüm görmür nədir. Sonradan görürəm. Bu da lampoçkalardır. Baxın qardaş. Sən deyirsən bacım. Mən deyirəm. Qardaş. Qardaş əlini salarsan qoy görək. Hə, bildim qardaş. Elə belə qardaşı, əməki bir işi 2 dəfə görür. Hə, 100 dəfə, 2 dəfə nədir? Hə, belə ay qardaş, belə. Lampoçkalar da ağ lampuşkadır. Lampuş kim deyir lampuşka? Harsan. Bunun ki boş dilə belə lampoşka yox içindədir, yüngüldür prosto. İndi mən də salım bunu qırım. Baxın, belə lampoşkadır. Belə lampoçkadır içində. Burada belə var. Şimdi bu bir tane takım. Gördük. Oynat onu. Ay lampoçka. Belə. Belə xanımlar, burada yeni lüstrlər. Görək nə vaxt quraşdırılır. Mənim adaptörüm də qalır burada. Bir dənə o 2 dənəli bir-birinə bitişdirirsən, amma bunlar hamısı tək-tək. Hə, başa düşdüm. Belə. Qəşəng. Sağlıqla qismət olsun. Allah xeyir versin qonşu. Teşekkür ederim. Ay baş. Mən yeməyi bişirdim. Uşaqlarla oturdum, burada söhbət elədik, dedik, güldük. Cəsurla oturdu, artmışdım Məhəmməddən ötürü. Onlar getdi, qabları yudum. Getdim, bu ağrıyan başımı uzatdım. Belə. Bu bağlanır, ciyor. Sən nəsə tələsmirsən, yenə onu harasa. Bax, buranın bu hissənidir, görmürsən? Ruçka kimdə, elə bil. Yox, bu bağlanmalı divara. Bu da bağlanmalı. Hə də, hə. Sonra eləyirsən, sən də o verdiş var, bir şey çıxartdı, gərək yerində. Çörəvi sonra o yaxşı qidalan qoyub başını sonra yaxşı işləsin. Yeməyi sonra eləyərsən.
Bu belə albacı. Bir dəqiqə səbirli ol. Elə bil bunu bağlamalıyam göyə bunu. Sonra bunlar gəlməlidir. Burada belə. Bircə tələsib əlinə salıb qırmayla. O ustalığı sən bacarırsan, bilirəm mən. Yadındadır mama gildə olan vaxtı. Çaşqanı ikisini də karabkadan çıxartdı, göydə atdı da biri-birinə çırpdı da qırdı. Yəni bizə çaşqa göstərdi. Görmədik də çaşqanın sifətini. Karabkadan nə dəri çıxartdı. Hə, havada biri-birinə çırpdı. Şüşə töküldü yerə. Biz görmədik də çaşqa nə dəri. Güya çaşqa alıb gətirmişdi. Onda hələ köhnə aeroportda işləyirdi. Yadındadır da? Bir dəfə də lüstr bağlayanda mama yildə. Yadındadır Raf? Nə təri yıxıldı, nə? O vaxtdan elə sənin ayağın ağır qaldı. Beləncə də. Ayağı burxuldu, pis yıxıldı. Ağır adam. Спасибо. За ваш труд. Bu da o bir dənəlilərindir. Bunlar mən Hə, bir, hə. 10 dənə dolardır. İndi də bu lüstrlər moddadır. Birinci Anargildə gördüm. Sonra evə gəldim ki, sən ağını almısan. Sonra Gülafətgildə gördüm. Bax, belə qaraların, Anargilinkindən də onların kimi. İndi də kvadrat formasını gördük. Bunlar həm asantdır da, Raf, həm yulmağı, təmizlənməyi. Zınqırovlu, mınqırovlu. O köhnə var ya, lüstr orada çıxart onu tulla, hə. Pisdir. Həm təmizlənməyi, həm də bir ışığı da buraxmır, zınqırov, mınqırov. İndi bunlar nədir ayrı? O bir şeyin tulpanlarındır. Bu da bugünkü qırılan zamanında. Kişi gəldi məndən çəkiş istədi, tapa bilmədi. Axırı evə baxmağa gələn özü qıfılı qırdı. Oradan qışqırır ki, ay dayı qırdım gəl. Tansiyon aparatım təzə. Gülməlidir, amma görəsən düzmü ölçür. Gördün Cəskin? Cəs o təzyiq aparatı var, təzə satıram. Alırsan? Aldım. Doğruda. Oğlan alıb orada bir şeyim dərim sana da alardı. Nauşnik mi? Nauşnik. Neçə alır? Bizim pulların hardasa deyim də sana. Hardasa 12 manat. Blogger xanıma niyə almırsan birini? Kim atmış? Sayda üzündə, hə. iPhone üçün? iPhone naşniki Bugün- ən ucuzu 350 manatdır. Orada elədir. Manata Bu neçədir? çevirəndə 300. Bu neçədir? 50 manat, burada 70 manat. Hə. Orada neçədir? Bilmirəm ki. 20 manat. Yox, Bir keyfiyyət fərqi də var. 15 da, manat. material fərqi var. Tamojnusu var gəlməyə və raskodu var. Valla elə bilirsən, gətirən də üstünə pul qoysa. Evet, evet. Qızlar, hal-hazırda saat 9-a qalıb 10 dəqiqə. Mən qablarımı yudum, yeməklərin qalıqlarını balaca qazana, qırmızı qazanda elə kotlet idi, qoydum soyuducuya. Ondan da balacaya biraz badımcan qaldı. Badımcan da tökdüm, qoydum soyuducuya. Belə buranı səliqəyə saldım, xanımlar. Hə, və bugün axşam o qədər naqruskalı bir axşam oldu, həqiqətən. Oturmuşam burada, təzyiq aparatına baxın. Sizlər də bundan istifadə edən olubmu, xanımlar, yazarsınız. Yəni, keyfiyyəti necədir və nə edeyim, xanımlar, bugün bizim digər evimiz var, hansı ki, köhnə kirayə evi bir dəfə çəkmişdim oranı. Oranı da təmir edir Raf, laminatını vurdu. Gülafət bacının yoldaşı da indi gəlibdir. Onunla birlikdə kuxnanın kafelini dəyişirlər. Hə, orada nə qədər iş var, xanımlar. Şifaner də var idi orada. Hə, onda ayağı qırıldı. Rəşad emulsiya çəkdi ora. Çəkəndə tək qaldırıb deyə qırıldı. Onu düzəltmək lazımdır. Ümumiyyətlə iş çoxdur. İndi belə oturdum ki, mən oranı təmizləməliyim. Yəni bugün oranı istəyən gəldi, baxdı. Rafla razılaşıblar. O da ayın biri gəlmək istəyir. Bu gün əslində ayın 25-idir, yoxsa 26-sıdır. Ben baxım. Bugün 26 iyundur. Siz bunu iyulda izləyəcəksiniz. Hə, oranı da istəyirlər gəlməyə уже. Oranın təmizlik işi çoxdur, xanımlar. Düzdür, pərdələrini falan yudum. Amma oranın təmizliyi var. Oranın avadanlığı var. Stolu, şvaneri. Belə onlar var. Soyuducu var. Hamam tualet ayrıdır həyətdə. Hə, belə. Və bu yeni evlərin də hər ikisini istəyən var. Hər ikisi də. Hamı ayın birinə istəyir.
Və biri bugün gəldilər. İndi elə axşam ailə idi. Anadır, oğludur, gəlini, 2 nəvəsi. Belə onlar da qaldığı yer, deyirəm necə də insanlar var da, belə bir ki çıxardılar ki, ayın biri çıxmalısınız da. Yəni bir 5 gün, 10 gün deyir vaxt vermirlər. Bizim də ustamız 3-4 gündür ki, xəstələnibdi. Allah şəfasını versin. İş dayandı. Bugün 3 gündür, 4 də yox, bugün 3 gündür. Elə bir iş də dayandı da. Bir dənə mətbəxi yığmaq qaldı. Bir dənə mətbəx mebeli yığılsın. O unitazdır, moykadır, quraşdırılsın, lüstr quraşdırılsın. Evin içi qutardı. Bir də pəncərələri bilmirəm, rafin düşəsini dəyişəcək, dəyişməyəcək. Pəncərəni yum, qapıları yum, polları silim. Ev hazırdır və həyət işi qalıb. Onlar deyib yoxdur ya, hər nə tər olursa olsun. Yəni biz ayın biri köçmək istəyirik də bura. İndi Rafa deyirəm ki, Raf, mən valla razıyam. Belə pis oldum da ya bu divan, ya koridordakı o üzü dəridən olan var ya, o dəri kimi də. Dedim, xala, Raf dedi ki, özün bilərsən. Sən nə rahatdırsa, verirsənsə, ehtiyacın yoxdursa, özün bilərsən. Çağırdım, gəldilər, xala da gəldi, gəlini də gəldi, baxdılar, elə bu divanı seçdilər. Dedim, narahat olun, elə özünün pakırvalında falan aparın, işlədin. Yetər ki, yəni sizə nə lazımdırsa, rahatçılıq üçün nə lazımdırsa, yəni təşkil eləyərik, narahat olmayın. Yəni indi Nuray sorular gedəndən sonra, mama bu divan, bu mənim divanımdır, mən burada otururam, padoşkan birini belə qoyur, birini də belə qoyur, oturur da, burada dərs yazır, oxuyur. Nuray üçün bura çox rahat idi. Deyilməyib yox da Nurayın. Belə işlərimi görüm. Dünən yaxşı ki, Gülafət bacı gəldi, onu gördüm. Danışmışdıq ki, 1-2 günə də mən gələrəm sizə, amma belə görürəm ki, yox, mənim heç vaxtım olmayacaq işdən çox iş var. Təmiz. İşdən çox iş var. Nuray, bunu aç, gördün təzyiq aparatını. Əllərimi xırtlatma Nuray. Qocalında barmaqlarım belə-belə içəcəkdi. Açın. Şkatulka. Bax, balacadır, hə. Ailəmizin. Ailəmizin deyil. Allah sizə qismət eləməsin. Qoy bura, mənimdir. В общем, burada vlogumuzu sonlandıraq. Nurayla da biraz oynadıq. Təzyiq aparatından. Твой фейс, снимаю фейс. Все. Sabah evdəsən. Bugün getdi, gəldi. Bugün getdin, gəldin. Darıxdım sənsiz. Amma bütün günü başım qatdı. Məhəmmədlə Cəsur buradaydılar. O qədər deyib gülmüşük. Mən onları gördüm yolda gedəndə. Məhərrəmi demişkin, kişişlə qarışma. Atam bankada aldı, gətirdi də. Yox da, mən sizə dünənki yaxşı idi. Yata bilmədim ki, mən. Yaxşı qorxum. Yaxşı olur sənə. Dərs edirdim də, səhər 6-ya kimi. Oxuyuram, yadımdan çıxır yəni. Testi açıram, yadımdan çıxır. Утро, вечера мудренее. Gecə yat, səhər dur oxu. Məndə realım var. Atamın səsinə bax. Ona işləyib. Gedim görüm neyin ilə tutardılar. Sonra da süpürgə işini biraz eləyib. Hər yer toz tozanaq. Mən istəyirəm şokolad. Sənin şokoladın da bizi öldürdü. McDonald's-a gedəcəm. Pul verərsiniz gedərəm. Vermirik. Verərsiniz. Qardaşın evdə olanda gedərsiz gələn həftə. Gələn həftənin bugünü evdə olacaq. Cəsur pulunu ödəsə gedərəm. Niyə ödəmir ki? Kim ödəyir bəs? Baltuşka. Belə xanımlar, burada sağollaşaq. Nuray xanımla dialogumuzu da dinlədiniz. Dözü çox oldu, yazın. Çox oldu, yaxşı edirəm. Gözəllik çəkmək lazımdır. Kanal kimin idi? Oturub rusca salamlaşırdın, o günlər bir yadıma sal. Uşaqlıq səhvi idim amma. Nə tər danışırdın? Dragi друзья, nə bilim nə. Sonra Lamia xala dedi ki, ay sevinç. Sənə kömək elə. Nuray danışmasın, Nuray açmasın vlogu. O uşaqdır, uşaq videosu kimi YouTube qəbul edir. Həm də rus dilində danışmasın da. İzləyicilərimiz də Azərbaycan dillidir.
Hə, özüm başda. Onda mənə həyəcan da oldu. Ay Allah, Nuray məni nə işə saldı? Mən nə tər danışım? Hə, Sonra belə. kanal oldum Amanur. Sonra bəzilər dediyi kimi kameranın içinə girirəm. Nə deyim, elə deyilir də kameranın içinə girir. Birinci çox tanırdı, şey sonra deyirlər. kameranın içinə girir. Belə xanımlar, öpdüm sizi hələlik. İnşallah növbəti vloqlarda görüşərik. Özünüzə yaxşı baxın. Allah hər birinizə kömək olsun. Nə yaxşı ki varımsınız, canımsınız və sizlər üçün çəkilişlər edirəm. Mən sizinlə həyatımı rəngarəng edirəm. Maraqlı edirsiniz mənim həyatıma, rəng qatırsınız, gözəl məsləhətlərinizlə, rəylərinizlə, varlığınızla. Nə yaxşı varımsınız. Nə yaxşı mən də YouTube-da varam, sizləri tanıdım. Nurayın sayəsində vlog kanalı olduq. Bugün avtobusda yıxıldım ya. Avtobusda Yerə yıxılmadım. Ben bir insanın üstüne yıxıldım. Benim utandığım kim ama. çox tancaq qızdım. Öpdüm sizi hələlik. Nurayın yıxılmağının notlarında vlogumuzu sonlandıraq.